suallardan birinin, qəbul tipli suallardan birinin izahını təqdim edirəm. Əziz müəllimlər, bilirik ki, 8 iyun 2024-cü ildə İbtidai sertifikasiya imtahanında belə bir sual var idi ki, tamamlığın ifadə vasitəsini göstərin. Gəlin baxaq görək ifadə vasitəsi anlayışı nə deməkdir? Məsələn, nümunə üçün bir cümlə deyəcəm. Zəhra gəldi. Bu cümləni əvvəlcə təhlil etməliyik. Gəldi. Kim? Zəhra. Cümlə mübtəda və xəbərdən ibarətdir. Cümlənin mübtədası Zəhra ismi, xəbəri isə gəldi feilidir. Əgər məndən soruşsalar ki, xəbərin ifadə vasitəsi nədir? Yəni, xəbər nə ilə ifadə olunub? İlk nəyə fikir verməliyik? Xəbərin xəttini nəyin altından çəkmişiksə, ona. Nəyin altından çəkdik? Gəldinin altından. Gəldi nədir? Feildir. Deməli, xəbərin ifadə vasitəsi feildir. Bəs yaxşı, mübtəda? Mübtəda nə idi? Zəhra ismi idi. Deməli, mübtədanın ifadə vasitəsi də olacaq Zəhra ismi. Və yaxud da deyirəm, o ağıllıdır. Gəlin cümləni təhlil edək. Ağıllıdır. Kim? O. Mübtədanın ifadə vasitəsini soruşsa, olacaq şəxs əvəzliyi. Yaxşı, bəs xəbərin ifadə vasitəsini soruşsa, ağıllı sifəti. Yəni, ifadə vasitəsi anlayışı bu termin sizi qorxuzmasın, həyəcanlandırmasın. Çox rahat bir bölmədir. Hansı ki, dəfələrlə YouTube izahlarımda da buna toxunmuşam ki, cümlə üzvünün ifadə vasitəsi deyəndə tamamlığın xəttini nəyin altından çəkdiksə və yaxud da zərfliyin xəttini, təyinin xəttini, fərqi yoxdur. İstər baş üzvlər olsun, istər ikinci dərəcəli üzvlər olsun. Biz bunların xəttini nəyin altından çəkmişiksə, istər hansısa bir sözün və yaxud da ki, söz birləşməsini. Deməli, cümlə üzvünün ifadə vasitəsi elə odur. Məsələn, Nurayın bacısı həkimdir. Gəlin təhlil edək. Həkimdir. Kim? Nurayın bacısı. Mübtəda nə oldu? Nurayın bacısı. Mübtədanın ifadə vasitəsi nədir? İsmi birləşmə. Xəbərin ifadə vasitəsi nədir? Həkimdir. Həkimdir nədir? İsim. Deməli, xəbərin ifadə vasitəsi oldu isim. Evə gedəndə darıxdım. Darıxdım. Nə vaxt, nə zaman? Evə gedəndə. Yaxşı. Sual veriləcək ki, zərfliyin ifadə vasitəsi nədir? Feili bağlama tərkibi. Yaxşı, tutaq ki, bəs xəbərin ifadə vasitəsi nədir? Darıxdım. Nə etdim? Darıxdım. Feildir. Yəni, ifadə vasitəsi anlayışı elə bir çətin anlayış deyil. Ümid edirəm ki, sizə bu aydın oldu. Yəni, xətti nəyin altından çəkdinizsə, baxın, görün o nədir? Məsələn, beşincilər gəldi. Kim? Beşincilər. Beşincilər nədir? Saydı. Deməli, mübtədanın ifadə vasitəsi nə olacaq? Say olacaq. Ümumiyyətlə, gələn dərsimizin də birində, əgər istəsəniz, mürəkkəb cümlə üzvü, sadə cümlə üzvü bu anlayışlara toxunaram. Ümid edirəm ki, bu qısa video izahda siz cümlə üzvünün ifadə vasitəsini, anlayışını öyrənmiş oldunuz. Sağ olun.